Bütün bunları mənim əlim yaratdı. Hər şey beləcə əmələ gəldi. Rəbb bəyan edir. Ancaq mən özünü aşağı tutan və ruhu əzilmiş insana, sözümün önündə titrəyənə nəzər salaram. Yeşaya 66:2. Ey Allah, lütf edib üzünü çevir. Üstümə nur saçsın o gözəl üzün. Mən ehtişamını eyləyim seyir. Ehtişamınla dolsun bütün yer üzü. Ruhunu götürmə, qəlbimdə saxla. Qəribəm dünyada sənsən həmdəmim. Sən mənim qəlbimi tez-tez yoxla. İmkan vermə qəlbimi günaha verim. Salihlik libası geyindir mənə. Çılpaq mənliyimi örtüb bağlasın. Təmizlik yolunu öyrətsən mənə. Qoyma pislik yolun bağlasın. Sığınmışam adına, xilas gəminə. Dalğalar üstümə hücuma keçir. Bu dünyanın pisliyinə, mənfur şərinə yalnız sənin adınla qalib gəlinir. Xilasın sevincidir bəhrən nübarın. Səndə bol bəhrəli ağac olaram. Dünyada sənsən mənim bağbanım. Sənin əllərinlə mən xilas olaram. Doyunca içərəm həyat suyundan. Səninlə yamyaşıl qala bilərəm. Qorxum olmaz qışın soyuğundan. Mən yenə də bəhrə verərəm. Köküm səndə möhkəmlənərsə, yıxmaz məni ən sərt əsən küləkdə. Sənin padişahlığın dünyadan deyil, sən məskən salarsan təmiz ürəkdə. Sevmədin təkəbbürü, nə də üsyanı. Bar verən ağacdan misal gətirdin. Qaydadır bəhrələr əyər budağı. Dərk etmə məni sənə gətirdi. Qəlbimi qarşında əyirəm Rəbbim. Deyirsən əyilmək ucalıq verir. Sənin huzuruna gəlirəm Rəbbim. Huzurun mənə rahatlıq verir.